Rusiya qoşunları yenidən qruplaşır və cəbhə xəttinə əlavə qüvvələr gətirir. Bu isə yeni hücum hazırlığından xəbər verə bilər. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski bildirib. İşgüzar səfəri zamanı o hücum qrupunun rəhbərliyi ilə görüşərək əməliyyat vəziyyətini, tapşırıqların icrasını və planları general-mayor Oleg Apostol ilə müzakirə edib. Sirski xüsusilə Pokrovsk istiqamətinə diqqət yetirib. Onun sözlərinə görə aprelin əvvəlindən bu istiqamətdə Rusiya qüvvələri tərəfindən 688 hücum qeydə alınıb. Baş komandan bölmələrin qərargahlarında da görüşlər keçirib, komandirlərin cəbhədəki vəziyyət, ordunun ehtiyacları və müdafiənin effektivliyinin artırılması yolları ilə bağlı məruzələrini dinləyib. Nəticələrə əsasən Ukrayna bölmələrinə əlavə dəstək verilməsi qərarı alınıb. Bundan əlavə, Sirski pilotsuz sistemlər qüvvələrinin qrupunu ziyarət edib və mayor Robert Brovdi ilə bir sıra məsələləri müzakirə edib. Vurğulayıb ki, Rusiya yenidən qruplaşarkən və ehtiyat qüvvələri cəlb edərkən pilotsuz sistemlərin rolu daha da kritik olur. Hərbi müşahidəçi İvan Timoçkonun sözlərinə görə ağır itkilərə baxmayaraq, Rusiya ordusu cəbhədə təzyiqi davam etdirir və yeni hücum cəhdlərindən imtina etmir. Hücumların sayında qısa azalma müşahidə olunsa da, düşmən yenidən qüvvələr toplayaraq yaz-yay kampaniyasını davam etdirməyə hazırlaşır. Ekspert bildirib ki, bu hazırlıqlar artıq bütün cəbhə boyu görünür. Hazırda Rusiya fəallığı əsasən əvvəlki ən gərgin istiqamətlərdə cəmlənib. Pokrovsk və Kostyantnivka ətrafında ən ağır döyüşlər davam edir. Mariupol istiqaməti də əsas hədəflərdən biri olaraq qalır. Bundan başqa, şimalda Siversk istiqamətində, xüsusilə Sumi bölgəsində müəyyən irəliləyiş cəhdləri olub. Lakin bunlar məhdud döyüş toqquşmaları ilə kifayətlənib. Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloshin bildirib ki, Cənub cəbhəsində işğalçı qüvvələrin bölmələrinin hərəkəti qeydə alınıb. Bu bölmələr Zaporojye, Xerson, Donetsk vilayətləri və Krımda yerləşən təlim poligonlarında komplektləşdirilib. Bunun sözlərinə görə Rusiya bu istiqamətdə təşəbbüsü ələ almaq üçün qüvvələrini cəmləyir. Bununla belə hazırda cənubda təmas xətti sabit qalıb və heç bir sahədə Rusiya ordusunun irəliləyişi qeydə alınmır. Ağır itkilərə baxmayaraq, Rusiya ordusu Ukraynada təzyiqi azaltmır və irəliləmək cəhdlərini davam etdirir. Qiymətləndirmələrə görə təkcə mart ayında Rusiya qüvvələri 35 mindən çox hərbçi itirib. Hücumların sayında qısa fasilədən sonra Rusiya yenidən qruplaşaraq yaz-yay kampaniyasına davam etdirməyə hazırlaşır. Məlumatlara görə son günlər Rusiya qüvvələri 3 bölgədə takım səviyyəsində bir neçə hücum həyata keçirib. Bunlara Çasivyer ətrafında 2 mexanikləşdirilmiş hücum, Sviatopetrivka yaxınlığında yük maşınları və motosikletlərdən istifadə edilən hücum və Kursk bölgəsinin Kucherov ərazisində daha bir mexanikləşdirilmiş hücum daxildir. Sirski həmçinin vurğulayıb ki, Rusiya yalnız Donbası deyil, bütün Ukraynanı ələ keçirmək niyyətindən əl çəkmir. Buna baxmayaraq, Ukrayna hərbçiləri sistemli şəkildə Rusiyanın müharibə aparmaq imkanlarını zəiflədir.